Salam uşaqlar. Uşaqlar, dünən dediyim kimi, dünən biz Azərbaycan dili qaydalarından yarışma elədik. Bugün isə riyaziyyatdan söz verdiyim kimi. Bu dəfə komandaları dəyişdim. Suragilin komandası ilə Səyidgilin komandası yarışmaya çıxdılar. Diqqətli olursunuz, sakit yerdə heç kim danışmır. Diqqətiniz mənmədə olsun. Oyunumuza başlayaq. Uşaqlar, burada riyaziyyatda diqqətli olmalısınız və tez zəngi basmalısınız. Bastınız tez və tez cavab verməlisiniz. Əgər fikirləşsə, qəbul olunmayacaq. Çünki burada əgər basmısansa zəngi, basan kimi cavab verməlisən. Aydın oldu? Tələsmədən. Aha. Birinci Sura ilə Əsmərdən. Riyaziyyatda neçə əməl var? Neçə əməl var? Riyaziyyatda neçə əməl var? Bunu bilmədiniz ikinizdə. Orada başqa bir suala keçirəm. Toplanan komponentlər hansılardır? Necə Sura? Toplanan cəm. Ay sağ ol. Keçərək Əsmər əyləş. Mehinlə Üveyskər. Aha. Məhsul toplanan tapmasını etmək lazımdır. Cəmdən məlum toplanan çıxırıq. Ay sağ ol. Aferin, sən keçir. Kamran və Əli. Çıxmanın komponentləri hansılardır? Çıxılan. Vasında. Azadan çıxılan fərq. Ay sağ ol. Əyləş Kamran. Elə dayanmayın. Yanaşır. Azdan tapması nə edirik? Ne oldu? Nə Efe? Vuranda yavaş vurun uşaqlar. Azdan tapması nə edirik? Haydi basmısan de. Azalan tapmaq üçün məlum çıxılanı Səhvdir. Bilməmiş niyə basırsınız? De. nə dediniz? Azdan tapması nə edəcək? Azalanı tapmaq üçün fərqin üzərinə çıxılan gələcək. Düzdür. O vacibdir tez basılar uşaqlar. Əsas odur ki, bilin ondan sonra basın o zəngi. Kənan və Səyid. Çıxılan tapması etmək lazımdır. Cəmdən məlum olan çıxır. Səhvdir. Çıxılan tapması etmək lazımdır. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxılır. Ay, sağ keçək. Yaxşı. 3-ün 2 qatı. 3-ün 2 qatı 6. 6. Yaxşı. Siz deyin görün mənə. 29 ədədini rəqəmlər cəmi. 29 ədədlərin cəmi 9-un üstünə 2 gəri eləyir 11. Aha, əyləş sırası. Aha, yaxşı. 75 ədədin rəqəmlər cəmi. 7-nin üzərinə 5 gələndə 14 eləyir. Diqqətli ol. 75 rəqəmsə eləyir. 13. Səhv. 705 rəqəmsə eləyəcək. 12. 12. Bax, nə tələsirsən ay Arın. Keç əyləş. Aha, yaxşı. Siz deyin belə ortadayan, hər ikimizin əli düşsün ortaya. Ay, sağ ol. Yaxşı. Həndəsi fiqurlar hansılardır? Həndəsi fiqurlar 3 fəza fiqurlar və müstəqil fiqurlar var. Mən sənə dedim ki, Üç bucaq, dairə, 4 bucaqlı, kvadrat. bunlar nədir? Bunlar həndəsi fiqurlar, müstəqil fiqurlar. Həndəsi fiqurlarda müstəqil, aha, əyləş. Sən keç əyləşməyin. Aha, yaxşı. Siz deyin görün mənə. Fəza fiqurları hansılardır? Fəza fiqurları kürə, konus, sonra kub, kuboid. Ay, sağ ol, və aferin. sair. Ay, əyləşərsən. İndi uşaqlar, indi qaldı Kənanla Mehin. Gəlin alqışlayaq bu uşağı. İndi ikiniz qalmısınız. Sizə belə bir sual verəcəm. Hələ eləməyin. İkimizə yanaş dayanırsınız. Fəza fiqurlarla müstəvi fiqurların fərqi. Fəza fiqurları Mehin, basmırsan tez cavab verməlisən qızım. Ver. Fəza fiqurları adda fərqli. Xeyr, adları fərqli, başqa. Əsas fərqi nədir orada? Fəza fiqurlarla müstəvi fiqurların fərqi. Onların ortasında yox. De Kənan. Fəza fiqurlarını biz əlimizdə tuta bilirik, amma müstəqil fiqurları tuta bilmirik. Ay, sağ ol. Müstəvi fiqurları biz harda çəkirik? Nə? Müstəvi fiqurları harda çəkirik?
Kağızda. Kağız üzərində. Amma fəza fiqurlarını biz əlimizdə tutub hazırlaya bilirik. Başqa hansı fərqi var? Düzdür. Düz dedim. Başqa hansı fərqi var? Başqa üç bucaq, dairə, bunlar müstəqil fiqurlardır. Müstəqil fiqurlar nazikdir, amma fəza fiqurlar, müstəqil fiqurlar iki ölçülüdür. Fəza fiqurları? Fəza fiqurları 5 ölçülü. Yox. 6. Yox, 3 ölçülüdür. Onlar nə olur? Onların uzunluğu, qalınlığı, dərinliyi. Ay, bax fərqlər budur ay Mehin. Başa düşdün qızım Mehin fərqlərini? Alqışlayaq Kənanı uşaqlar. Kənan. Birisini keçdi. Aha.